Ermənistan parlamentində mayın 14-də dava düşüb, münaqişə yaranıb. Səbəb Koçaryan, Robert Koçaryanın, keçmiş prezidentin oğlu Levon Koçaryanın Paşinyanı tənqid etməsi olub. O deyib ki, bizə hambal deyirlər, müxalif deputatlara da, yəni Hayıstan fraksiyasında, Ermənistan blokunda olan deputatlara Rusiyanın hambalları deyirlər, amma Rusiyanın hambalını deyən Paşinyan özü Rusiyaya səfər edib, indi deyin kimdir hambal və s. Bundan sonra Alen Simonyanın müavini Akko Parşakyan, səhv etmirəmsə, ona deyib otur yerinə, ay uşaq falan ora-bura. Axır dava düşüb, əlbəyək olublar, nə olublar. Ondan sonra da Koçaryanın oğlu tənqid olunub, deyilib ki, bunlar türk yaman türk fobiyaları var. Çünki damarlarında 90%-dən çoxu türk qanı axır. Bunlar nəyə eyham vurublar? Ermənistan saytlarında da, Rus saytlarında da, ümumiyyətlə Azərbaycanda da mən özüm də o barədə tərcümələr, yazılar vermişəm, araşdırmalar kimi. Robert Koçaryanın anası Bella indi dünyada yoxdur, ölüb, səhv etmirəmsə. O Daşkəsən, səhv etmirəmsə, Azərbaycanlı Gənclər İdarəsi yoxsa bələdiyyə kimi bir şeyinin sədri ilə yaşayıb, sevgili olub. Robert Koçaryan ondan doğulub. Sonra həmin qadın rayonun, Azərbaycanın digər daha vəzifəli icra başçısı kimi bir adamla yaşayıb. Sonra da Erməniyə Sərdar'da, nədir o, Robert'in atasının adı, Sərdar Fason adı var, Azərbaycan, ona ərə verilib ki, onlar tərəfindən deyib ki, erməni al, buna ayıqdır ora-bura, adımıza söz çıxmasın əmlə. Robert Koçaryanın da Azərbaycanlılara qarşı nifrəti və s. Anasının Azərbaycanlıları qadın olaraq sevməsi ilə əlaqələndirilib həmişə.